Hamınıza salam. Gəlin birlikdə qədim dünyanın itirilmiş səhifələrinə bir səyahət edək. Elə bir yerə ki, hətta qüdrətli Şumerlər belə ona həsəd aparırdı. Dağların arasında gizlənmiş, əfsanəvi Arrata krallığının sirlərini açmağa hazırsınız? Elə isə başlayaq. Deməli, hamımız Mesopotamiya sivilizasiyasını, Şumerləri eşitmişik. Bəs pərdə arxasında o möhtəşəm Zagros dağlarının o tayında nələr baş verirdi? Maraqlıdır ki, Şumerlərin öz dastanları bizə bir ipucu verir. Deyirlər ki, orada dağları sərvətlə dolu, sirli bir diyar olub. Adı da Aratta. Yaxşı, Arattanın özünə keçməzdən əvvəl gəlin biraz geriyə gedək və səhnəni hazırlayaq. Təsəvvür edin ki, bura hələ böyük dövlətlərin yaranmadığı, saysız-hesabsız tayfanın yaşamaq və torpaq uğrunda amansız mübarizə apardığı bir coğrafiyadır. Baxın, bu bölgə sanki bir qaynar qazan idi. Lullubilər, Qutilər, Hurrilər, bir çox fərqli xalq burada münbit torpaqlar, otlaqlar, su mənbələri uğrunda daimi rəqabət içində idi. Və məhz bu gərginlik, bu amansız rəqabət onları sadəcə tayfa olmaqdan daha irəli getməyə, daha mütəşəkkil birliklər yaratmağa vadar edirdi. Və təbii ki, cənubda nəhəng bir güc var idi. Mesopotamiya. Onların təsiri sanki bir dalğa kimi bu dağlıq bölgələrə də gəlib çatırdı. Məhz bu qonşuluq buradakı siyasi proseslərə sanki bir təkan verdi və Azərbaycan ərazisində ilk dövlət qurumlarının yaranması üçün zəmin yaratdı. Yaxşı, səhnə artıq quruldu. İndi isə gəlin bütün diqqətimizi əsas qəhrəmanımıza, yəni qədim mətnlərdə adı çəkilən o sirli Aratta krallığına yönəldək. Aratdan danışanda erkən dövlət deyirik, yəni ağlınıza nəhəng imperiyalar gəlməsin. Söhbət dövlətçiliyin ilk addımlarını atan, amma artıq öz müəyyən ərazisi, ordusu, xəzinəsi və qonşuları ilə danışıqlar aparan bir hökmdarı olan mütəşəkkil bir qurumdan gedir. Deməli, Aratta məhz o danışdığımız qaynar qazanın içində, Urmiya gölünün ətrafında doğuldu və onun yerləşdiyi yer əsl coğrafi uduşuydu. Bu mövqe ona həm dağların zəngin resurslarını, həm də böyük strateji üstünlüyü verirdi. Ən maraqlısı da bilirsiniz nədir? Aratta haqqında bildiklərimizin çoxu onların öz yazılarından yox, rəqiblərinin, yəni Şumerlərin mətnlərindən gəlir. Və o mətnlərdə Aratta sadəcə bir qonşu kimi yox, sərvətləri dağlarından aşıb daşan, demək olar ki, əfsanəvi bir zənginlik diyarı kimi təsvir olunur. Yaxşı, bəs bu zəngin dağ krallığının pərdə arxasında nə baş verirdi? Onu kim idarə edirdi? Gəlin biraz daha dərinə gedək və onların dövlət quruluşuna baxaq. İndi gəldik ən heyratamız hissəyə. Düşünə bilərsiniz ki, qədim dövrdə bir kral var idi və hər şey onun sözü ilə olurdu. Amma Arratta belə deyildi. Bəli, Ensi adlanan bir hökmdar var idi. Amma onun yanında mühüm məsələləri müzakirə edən bir ağsaqqallar şulası və hərbi mövzulara baxan bir məclis də fəaliyyət göstərirdi. Bu, o dövr üçün inanılmaz dərəcədə mürəkkəb bir sistem idi. Sanki bir nəzarət və tarazlıq mexanizmi kimi. Təbii ki, belə bir mürəkkəb idarə etmə sistemi boş yerdə yaranmır. Onun arxasında böyük bir sərvət dayanırdı. Qızıl, gümüş, amma Arattanın əsl vizit kartı, onun sərvətinin simvolu, bu gözqamaşdırıcı mavi lacivərd daşı idi. Bu daş təkcə təbii zənginlik deyildi, həm də onu sənət əsərinə çevirən ustaların məharətinin göstəricisi idi. Bəli, məsələ təkcə dağın altındakı sərvət deyil, həm də o sərvətin necə istifadə etməkdir. Aratalılar bu işin əsl ustası idilər. Onların sənətkarları, zərgərləri daşdan və metaldan möhtəşəm əsərlər yaradırdılar. Və bütün bu məhsullar, xüsusilə də lacivərd, qonşu Mesopotamiya ilə aparılan ticarətin can damarı idi. Bilirsiniz, böyük sərvət və böyük ticarət həmişə yanında böyük rəqabət də gətirir. Və Arattanın rəqibi heç də kiçik bir qüvvə deyildi. Söhbət o dövrün super gücü, Şumer şəhəri Urukdan gedir. Və bu rəqabətin bütün dramı, bütün gərginliyi bir Şumer əfsanəsində Enmerkar və Aratta hökmdarı dastanında öz əksini tapıb. Bu, sadəcə bir hekayə deyil. İki böyük gücün, iki rəqib hökmdarın bir-birinə meydan oxumasının epik salnaməsidir. Bax, bu müqayisə hər şey çox aydın göstərir. Bu, klassik bir-birindən asıllıq hekayəsidir. Ararattada dağların verdiyi sərvət və sənətkarlıq, Şumerdə isə düzənliyin bərəkəti, yəni taxıl var idi. Onlar bir-birləri ilə həm ticarət etməyə, həm də rəqabət aparmağa məcbur idilər. Amma Urukun hökmdarı Enmerkar üçün ticarət kifayət deyildi. O daha çoxunu istəyirdi. O, Arattanın sərvətlərini istəyirdi, amma bir şərtlə. Aratta ona baş əyməli idi. Bütün Mesopotamiyanın doyuran bir gücə qarşı dağların bu kiçik, amma zəngin krallığı nə edəcəkdi? Tabe olacaq mıydı? Və Arattanın cavabı tarixə həkk olundu.
Dastanda Aratta hökmdarı qürurla deyir, Aratta Uruka boyun əyməyəcəkdir. Bu, sadəcə bir hökmdarın sözləri deyildi. Bu, bütün bir xalqın, dağların məğrur ruhunun səsi idi. Onlar sərvətlərini paylaşa bilərdilər, amma azadlıqlarını əsla. Beləcə, bu hekayənin sonuna yaxınlaşırıq. Gəlin bir anlıq dayanıb düşünək, bütün bunlardan çıxardığımız nəticə nədir? Aratta əslində kim idi? Ən vacib məqam budur. Aratta sadəcə Mesopotamiyanın resurs mənbəyi, onun bir əyaləti deyildi. Xeyr, Aratta öz mürəkkəb idarə etməsi, öz bənzərsiz sənətkarlığı və ən əsası öz sarsılmaz qüruru olan müstəqil güclü bir dövlət idi. Və Arattanın hekayəsi bizə bir şeyi xatırladır. Tarix heç vaxt tam yazılmır. Həmişə kəşf edilməyi gözləyən yeni səhifələr var. Əgər min illər sonra bir dastanın sətirləri arasından bütöv bir krallıq yenidən üzə çıxa bilirsə, kim bilir, bəlkə də ayağımızın altındakı torpaqda ya da köhnə kitabların tozlu səhifələrində daha neçə belə itirilmiş dünya bizi gözləyir. Bugünlük bu qədər, sağ olun.